Güney Azərbaycan yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının Duman bəy, Savalan və ya İnci Məsud bəy, Fatihi, bunların mən bəlkə də səhv dedim hansı çıxış edəcəklər. Buyurun, Duman bəy, Savalan. Çox sağ olun, buyurun. Sizə bunu daha Salam, hər vaxtınız xeyir olsun. Öncə xoş gəldin deyirəm sizə, təşkilatımızın adına və bir məxsus təşəkkürü borcumuz var Əfsanə xanıma, çox sağ olun. Bu BS-də tədbirin aparıcılığını öftəzə aldıq və çox da gözəl aparırsınız, gerçəkdən yaşayasınız sizə. Valla, işçi günü ilə bağlı biraz məsələ təzədir ki, milli hərəkətin bir təşkilatları, özəlliklə öndə gedən təşkilatlarından bir neçəsi yığışırlar və işçi günü ilə bağlı bir tədbir keçirirlər. Mən bunun tuhaflığın, belə millətimizə də, fəallarımıza da belə əcib gəldiyini Facebookdan gördüm. Niyə ki, mən demək olar ki, hər bir zəki paylaşan Facebookda, özəlliklə milli məsələ ilə bağlı bu çox maraq qazanır və çoxlu belə bəyənilir. Amma bu tədbirin anonsunu ki, yaymışdım. Mənim özümə də çox maraqlı idi ki, bunu bir o qədər adam, istər bizim yoldaşlarımız, əksər milli fəallardır, bir o qədər bunu bəyənməmişlər. Yəni, bir duvar var. Məsələyə bir şübhə ilə yanaşırlar ki, güya, bəlkə ola bilər ki, bu, yəni, sol düşüncəsi var bizim millətimizin hafizəsində və bu sol düşüncəsi də bir o qədər indi millətimizin içində bir sıra məsələlərə görə, məxsusən bu milli hərəkət gündəmə gələndən sonra bir o qədər mənimsənmir, biraz belə qardla cəmaatımız ona yanaşır və bu bundan ola bilər. Buna görə mən istəyirdim biraz öz düşüncəmi paylaşım sizinlə və məxsusən bu ki, niyə bizim təşkilatımız o təşkilatların biri idi ki, bu məsələni ilk olaraq gündəmə gətirmək istəyir. Bilirsiniz ki, əvvəldə bunu deyim ki, niyə bu məsələyə qard var? Bizim milli hərəkətdə və milli fəallarımız indilikdə bu o solsudur, biz millətçiyik bir anlayışı var orada. Bunu sıralasam, mən özüm belə görürəm ki, birisi budur ki, bizim millətimizin bir parçası olaraq Quzey Azərbaycan bu millətçiliyi ki, başladılar 1918-lərdə daha deyim ki, yaxşı misal olaraq 1990-da istiqlallarına başladılar. Bunların qarşısında duran qüvvə sol idi, Sovetlər idi və onlara qarşı mübarizə apardılar. Təbii ki, Quzey Azərbaycanda bizim milli hərəkətimizə deyə bilərəm ki, ən etkili bir etkənlərdən olubdur və bu da o təsirini, bu fikirləri bizə tərəf gətiribdir, çatdırıbdır. İkinci məsələ ki, deyə bilərəm və şəhət də bu əvvəlkindən də daha mühüm olur, bu nəzəri boyutudur. Nəzəri boyutunda belə deyilir ki, sol düşüncəsi indi Marksizmdən, Leninistdən başlayaraq özünü internasionalist adlandırır və deyir ki, mən dünya vətənliyəm, mənə kiçik bu ölkələr ki var, bunlar istemarın, kapitalizmin, sərmayə güclərinin, emperyalizmin yaratdığı sınırlardır və bunlar tarixi istədiyi məsirdən də biraz təhrif edib və bir deyə bilərik ki, işçilərin iş güclərinin sahibləri olan işçilər, bir də sərmayə sahibləri var, bir də iş gücü sahibləri var. Bu iş güclərinin hökuməti ələ almaqlarında bir əngəllər yaratdılar. Nəzəri bəhsdən bir halda ki, biz millətlər belə deyirik ki, yox, indi müxtəlif baxışlar var nasionalizmə, yəni sünnəti baxanlar var, təbii baxanlar var, model düşüncədən qaynaqlanan kimi baxanlar var və şəhət də nüxbələrin
rəqabəti kimi baxanlar var ki, bunun bəhsi ayrıdır. Hər halda nəzəri cəhətdən biz solçularla bu millət anlayışına fərqli baxırıq. Onlar bəzən də bunu qarşı dururlar ki, bu olmamalıdır və tarixin demək gedişatında, tarixin təkamülü gedişatında bir inhirafdır. Ayrıca biz Güney Azərbaycanda da bir başqa tərəfdən qardımız var. İllər budur ki, məsələn, İran inqilabında solçular İranda mübariz yüzlərində başda gedirlər. Və İranın inqilabında, deyə bilərəm, 20 dənə təşkilat sayırsan, onun demək olar ki, 15-i sol düşüncəli təşkilatlar edir. Və bunlar da milli məsələyə bir o qədər sıcaq yanaşmırlar. Hətta şəriət mədarı dövründə, İnqilabdan sonraki şəriət mədarı hərəkatı başladı, xalq müsəlman hərəkatı başladı. Onun demək yıpranmasında, zəifləməsində əsas rol oynayanların başında gedən Cümhuriyyət İslamı ilə yanı sıra elə sol qüvvələr oldu. Və bu son hadisə idi ki, bizim millət özünə gələndə, bu milli düşüncə yüksələndə millətimizin içində, bu son hadisə bunların beynində bir yaxın hafizə kimi zehnlərin gündəmində idi və buna bir mənfi baxış yaradırdı. Ayrı bir etkenləri də saymaq olar. Məsələn, biz milli hərəkəti başlayanda, çox səmimi danışam, milli hərəkəti biz başlayanda, yəni biz fəaliyyət edəndə şəhərlərimizdə, Güney Azərbaycanda şəhərlərimizdə opozisyon olaraq, siyasi müxalifət olaraq solçulara adı deyilirdi. Məsələn, filan kəs ki, onun zindan çəkib düşüncəsində mənim solçudur. Və beləsə, bu gənc deyə bilərəm fəallar, istər milli olsunlar, istər demək ayrı düşüncələrə bağlı, onları demək bir siyasi axsaqqal kimi dəyərləndirirlər. Bu da bizim o yeni yetişən, yeni yetmə millətçi fəallarımızda onlara qarşı bir rəqabət hissi yaradırdı. Və baxsaq, məsələn, Milli Hərəkat 1994-də, 1995-də Azər xanım hətmən yadında olar ki, bizim önünə gələn şəxsiyyətlərimizin danışıqlarında bir az da olmuş olsa, solçulara bir şətəl atırlar, bir vururlar ki, onlar solçular, onlar millətin qarşısında dururlar. Və bunlar indi gətirib çatdırıb bizi burada ki, indiyəcəm yazılmamış bir qayda kimi biz milli hərəkət olaraq sol qüvvələrə biraz belə sıcaq baxmırıq, sıcaq yanaşmırıq. Və ona görə də bu günlər ki, biz deyirik, işçi günü münasibətinə bir dənə tədbir keçirmək istəyirik və siyasi, ictimai, iqtisadi durumu dəyərləndirmək istəyirik Güney Azərbaycanda. Bu biraz da şübhə ilə buna yanaşır. İndi, mən vaxtı mənə Vardı, mən baxıramıqdasın. Çox gözəl. Hər halda. Amma mən istəyirəm bunun biraz deyim ki, nəzəri bəhsinə yetişirəm ki, niyə biz milli hərəkət olaraq, Əmir bəy işarə elədi, mən biraz məsələni elmi cəhətdən açmaq istəyirəm. Niyə biz məcburuq ki, bu işçi hərəkatının varlığını rəsmiyyətə tanıyaq və onu istədiyimiz istiqamətdə hidayət edir. Baxın, dünyada indi 6 çeşid təbizdən söz gedir, ayrı seçkilikdən söz gedir. Birisi etnik əsasında ki, biz ona məruzuq. Və milli hərəkətin birinci istəyi bu etnik təbizdən qutarmaq. İndi yolları vardır, birisi istiqlalla, birisi federaldan. Amma beys nədir? Bizə bir hakim millət vardır, etnikimizdən dolayı bizə bir baskı gətirir. İkincisi cinsiyyətdəndir. Üçüncü mən ağlıma gəldiysən deyirəm, yəni birinci, ikinci sıralanmayıb. İkincisi cinsiyyətdən dolayı olur, kişilər qadınlara. Üçüncüsü sindən dolayı olur, uşaqları işlətməkdən. Dördüncüsü, deyə bilərəm, əlillərə qarşı olur. Beşincisi, bu sərmayə sahibləri bu sərmayəsizlərə, yəni iş gücünə etdikləri sitəmlərdir, etdikləri təbrizlərdir ki, bunlar insani şəraitdə yaşaya bilmirlər. İndi, bu günləri demokrasi dediyimizdə, o indi gündəlikdə olan demokrasi istilahı yox, tam məfhumunda demokrasidən söz gedirsə, bu təbizləri, şəhət də biraz çox idealdır, ayrı bir termin tapmalıyıq, otopiya deyək adını, bu təbizləri bir mənalı yox etmək deməkdir. Və bizim də hərəkətimiz indi milli hərəkət olur, bunların hansını ovləviyyətdə tutursa, bunların hansını demək birinci vəzifəsi tutursa, o birislərində biganə qala bilməz. Çünki insan bu təbizlərin birisinə
təkcə məruz deyil. İnsan tək hüviyyətli bir hüviyyət etnik anlamında yox, hüviyyət am məfhumunda. Bir tək hüviyyətli bir varlıq deyil, mövcud deyil. Məsələn deyim, mən bir dənə işçiyəm, eyni halda da türkəm. Bir dənə işçilik hüviyyəti daşıyıram, kimliyi daşıyıram, bir tərəfdən də türklük kimliyi daşıyıram. Buna artın mən qadın olan, bir dənə də qadınlıq, buna artın uşaqlıq, buna artın mən əlil olan əlilli hüviyyəti. Yəni, mənim olduğum hüviyyət nə deməkdir? Mənim ayrılarına baxanda özümdən tərifim, özümün durumumdan, özümün indiki varlığımdan tərifim. Mən eyni halda ki, burada dururam, deyə bilərəm ki, burada bir dənə mühacirət kimliyi daşıyıram, bir dənə türk kimliyi daşıyıram, bir dənə deyə bilərəm işçi kimliyi daşıyıram və bunların hamısı mənim tərifimdir. Mən bunları birisinin o birisində ovlaviyyət verirsəm də, amma o birisindən vazgeçə bilmərəm. Yəni, dediyim budur ki, sonuc, hər bir insan müxtəlif hüviyyətlər daşıyır. Bu dediyim tərif əsasında. Və bu hüviyyətlərin hər birisinə mənsub bir haqlar var, bir hüquqlar var. Və heç kəsi demək olmaz ki, sənin bu haqqın o birisindən daha ərzəkdir. Günlər qadına demək olmaz ki, sən elə gəlcinə milli hərəkətə qatılcına etnik təbizini başda tut və bundan demək, buna görə mübarizə ilə qadın ondan sonrasıdır. Yəni, əsas nüşlə budur. Yəni, farslar da bizə hər zaman bundan deyirlər ki, demokrasi olsun, dediyim istilahda, demokrasi olsun, bu haqlar veriləcək. Yox. Heç bir haqqı, heç bir hüviyyətin haqqını ayrısına görə ertələmək olmaz, dalıya salmaq olmaz. Çünki mənə o cürsə ayrısına o cür deyər. İndi, bu nəzəriyyə klasik nəzəriyyələrdən fərqlidir. Bu nəzəriyyə ki, mən deyirəm, interseksionalist adında bir nəzəriyyədir. Əsasda feministlər bunu Beyslah bəşəriyyətin xidmətinə sundular və 1989, yəni 22 ildir bu nəzəriyyənin ömrü vardı ki, hüviyyətlər bir-birindən iç-içədir də, bir-birindən təzadları var və insan çox hüviyyətli, neçə hüviyyətli bir mövcud ola bilər, yəni nəinki vardır, mövcud ola bilər. Və buna görə də biz ki, milli hərəkət deyirik, çalışmamız bu olmalıdır. Əvvələn birisini deyim ki, işçi hərəkətinə gəldikdə, indi biz istəyər-istəməyək bu işçi hərəkəti var. Və indi hər bir səbəbdən dolayı olur, onun bəhsi ayrı, Əmir bəy də gözəl işarə edirlər, Mahmud bəy də ha belə. Bunun bir səbəbi var və bu səbəbdən də dolayı bizim yaşadığımız ölkələrdə türk-farslar deyil, türklər bir işçi hərəkatı, sol hərəkatı, öz adlarını deyirlər ki, yeni sosialistlər. Üniversitelərdə də başlayıblar, gücsüz olsunlar da bu vardır. Və biz əgər bunlara öz demək, fəal olduğumuz sahələrdə, öz fəal olduğumuz məntəqədə bir zəmin yaratmayaq ki, bunlar özlərini bizdən demək, yaxın görsünlər. Bunlar təbii ki, bu hüviyyətlərini, yəni işçi hüviyyətlərini daha öləviyyətdə tutacaqlar və şərt etsəklərlə o ayrı millətlərdən olan hüviyyətdaşlarına sahib. Ona görə biz demək, yeni cəmah olaraq başqa təşkilatlarla birlikdə bu təşəbbüsü, demək, milli hərəkata indilikdə çox zəruri bildir və bu elə dediyim nəzəriyyə əsasən də təkcə işçi hərəkatı deyil, bizim yəni yeniliyimiz bundadır ki, bir modern düşüncələri milli hərəkətimizə impoz eləyən, bu eyni halda bizi ayrı uçurumlardan da qurtara bilir, bizi faşizmə sarı getməkdən qurtara bilir, ırqçılığa getməyə sarı qurtara bilir. Niyə ki, biz yeni, modern və daha demokrat düşüncələrlə deyə bilərəm ki, bəzi varidatı, yəni milli hərəkətə öcəyi olan düşüncələri belə balans eləyə bilər. Ona görə də təşəkkür edirəm. Siz də bu təşəbbüsü dəyərləndirib təşrif gətirməyiniz üçün çox-çox sağ olun, ayaqlarınızı sağlıq olsun.